Ermənistan 2025-ci il üçün hərbi büdcəsini 1,7 milyard dollar səviyyəsində müəyyənləşdirib. Bu rəqəm ölkənin ümumi daxili məhsulunun 5%-nə bərabərdir. Təhlillər göstərir ki, Ermənistan Hindistandan aldığı 600 milyon dollarlıq silah və hərbi texnika ilə bu ölkənin əsas silah alıcısına çevrilib. Ekspertlər hesab edir ki, Ermənistanın müharibəyə hazırlıq istiqamətində atdığı addımlar sülh ritorikası ilə üst-üstə düşmür. Silah alımları çərçivəsində İrəvan Hindistandan Atak Suabitsaları, Mark 155 öz yeriyən artilleriya sistemləri, Pinaka raket sistemləri də alıb. Bu silahların bir çoxu real döyüş şəraitində sınaqdan keçmədiyi üçün onların effektivliyi ilə bağlı suallar qalmaqdadır. Sülhdə, ağızda, dildə sülh, əməldə hərbə gedən addımlar atılır. Ateşkəs pozulur, fortifikasiya qurğuları getdikcə çoxalır və müşahidə missiyasının da bizim şərti sərhəddi Ermənistanla daimi demək olar ki, müşahidə aparılır. Belə bu kəşfi xarakterli müşahidələrdir, mən deyərdim. Ermənistanda revanşistlərin səsi daha da çox ucalır. Bundan əlavə, Ermənistanın müdafiə naziri Suren Papikyanın Almaniya səfəri də siyasi dairələrdə müzakirə mövzusuna çevrilib. Analitiklər bu səfəri Ermənistanın yeni hərbi müttəfiqlər axtarışı kontekstində qiymətləndirir və bunun sülh prosesinə zidd olduğunu bildirirlər. Ermənistan Xarici İşlər Naziri, Müdafiə Naziri zaman-zaman xarici səfərləri zamanı çalışırlar ki, yeni hərbi silah, sursat və texnika əldə etsinlər. O cümlədən bugün Ermənistanın əsas silah təchizatçılarından biri də Hindistan çıxış edir və əldə olunmuş razılaşmalara görə növbəti partiya silahların Ermənistana verilməsi baş tutacaqdır. Bu xüsusda Azərbaycanın tələbi dəyişməz olaraq qalır və bu da Ermənistana ötürülən silahların geri çağırılması və hərbisizləşdirmə siyasətinin icrasıdır. Azərbaycan isə Ermənistanın silahlanma fəaliyyətini diqqətlə izlədiyini və müvafiq tədbirlər gördüyünü bəyan edir. Rəsmi məlumatlara görə Azərbaycan ordusunun arsenalında yer alan yüksək dəqiqliyə malik müasir raket sistemləri Ermənistanın əldə etdiyi silahları zərərsizləşdirmə imkanına malikdir.